sanki o bir muzhəbə idi. Baxın, üzünün necə olmasını izah etmək üçün gəlir İbn Abdillah, sahabə deyir ki, sanki muzhəbə idi, muzhəbə. Muzhəbə nədir? Şeyx izah edir, buyurur ki, onun üzünün parlaqlığına, nurlu olmasına işarədir. Burada muzhəbə dedikdə, yəni qızılın rənginə çalan, yəni parlaqlığına çalan bir aydınlıq izah olunur ki, yəni onun üzü sanki muzhəbə idi, yəni üzü o qədər parıldayırdı Allah Rəsulunun, nurlu idi. Sallallahu aleyhi ve sellem. Alimlər muzhəbə haqqında iki üsul deyiblər, yəni iki növə bölüblər. Əhədəhumə mə'nahu, birinci sinif deyib ki, mənası üzün gözəlliyini və parlaqlığını izah etmək baxımından bəlağədir bu kəlmə. İkinci sinif isə söyləyib ki, dəridən olan bir əşyadır, muzhəbə, ona bənzədiblər. Ona görə həmin əşyaya görə də muzhəbə adlandırılır. Niyə o əşyaya görə? Çünki ərəblərdə bir əşya idi, onu cilddən, yəni dəridən düzəldirdilər. Üzərində də xəttlər olurdu, bir-birin təqib edən xəttlər olurdu, bir-birinin ardınca. O da çox parlaq idi, nurlu idi. Ona görə misal olaraq deyirlər ki, muzhəbə. Lakin daha doğrusu birinci rəydir ki, yəni üzünün gözəlliyinə, nurlu olduğuna görə, parlaq olduğuna görə muzhəbə deyiblər.